Salam Real Kazanç izleyicileri, videomuza hoş geldiniz. Bugünkü videomda sizlere internette reklam izleyerek, reklam klikleyerek, oyun oynayarak kazanabileceğiniz mükemmel bir platforma göstereceğim. Həmin platformada artıq mən 3 ilə yaxındır ki, ödəmə alıram və kanalımızda bir neçə video artıq hazırlamışıq və bu sayt vasitəsilə kifayət qədər qazananlar da var. Elə isə saytımızın izahına keçək. Saytın premium qeydiyyat linkini həm yorumlarda, həm də açıqlamalar hissəsində yerləşdirəcəm. Əgər siz bu sayt əvvəlcədən qeyd olmusunuzsa və ya tanıyırsınızsa, yenə də videonu izləməyi məsləhət görürəm. Çünki saytda yeni gələn yenilikləri izah edəcəm. Hansı ki, çox insanlar bunu bilmir. Həmçinin özümün hazırladığım fərqli taktikalar var ki, onları da bu videoda sizlərə izah edəcəm. Qeydiyyat prosesi çox sadədir. Sign up butonu üzərində klik edirsiniz və burada olan məlumatları istifadəçi adınızı, e-mailinizi, şifrənizi doldurub rahatlıqla sign up butonuna klik edib qeydiyyatdan keçə bilirsiniz. Əgər saytda əlavə olaraq da bonus qazanmaq istəyirsinizsə, burada referral hissəsinə real qazanc yaza bilərsiniz və ya sizdə avtomatik olaraq çıxar həmin linkdən qeydiyyatdan keçsəniz. Bu şəkildə saytda əlavə olaraq etdiyiniz əməliyyatlardan əlavə bonus komissiyalar qazanacaqsınız. Hal-hazırda mən öz hesabıma daxil olub videonu öz hesabım üzərində izah etmək istəyirəm. Gördüyünüz kimi sayta daxil oldum. Hal-hazırda balansımda 35 Tron var. Tron nədir deyə soruşsanız, Tron kriptovalutadır. Əgər anlayışınız yoxdursa, videonun davamında necə pul çıxartmaq olar, onu da göstərəcəm. Amma ümumi qısa şəkildə deyə bilərəm ki, bir Tron təxmini olaraq hal-hazırdakı valyuta ilə 50 qəpikdir. Yəni təxmini olaraq mənim balansımda hal-hazırda 17 manatlıq bir Tron mövcuddur. Videonun davamında bu pulu da birlikdə çıxardacağıq. Saytdan bir neçə yolla pul qazana bilərsiniz. Bunlardan biri saatlıq fasit və bonus fasit hissəsidir. Bonus fasit hissəsi sadədir. Hal-hazırda gördüyünüz kimi məndə 38 ədəd çevirmə haqqı var. Saytda aktiv olduqca sayt sizə bonuslar verir. Daha sonra onu burada çevirirsiniz. Məsələn, mənə 4804 yazısı gəldi. Gördüyünüz kimi 0 ilə 9885 arasında deyə bu rəqəm. Mən 0.203 Tron qazanıram buradan. Əgər 10.000 rəqəm çıxsa 150 Tron qazanacam, 75 manat. Amma təbii ki, bunun gəlmə ehtimalı çox aşağıdır. Amma yenə də burada olanlardan 0.15 Tron, 1.5 Tron gəlsə, yenə də bizim üçün pis rəqəm deyil. Saatlıq fasit hissəsində isə burada aşağı hissəyə gəlirəm. Hər saatdan bir burada claim edirik və hansı səviyyədə isə onun qarşısındakı qədər Tron qazanırıq. Hal-hazırda mən silver levelindəyəm deyə 0.06 Tron qazandım. Gördüyünüz kimi balansıma əlavə olundu, success və 35.81 Tron balansım oldu. Amma əgər mən burada gold levelinə keçiş etsəm, hər bir saatdan bir 0.25 Tron, master levelinə keçiş etsəm, hər saatda 30 Tron qazanacam. 30 Tron da bildiyimiz kimi 15 manat eləyir. Amma aydın məsələdir ki, master levelinə gəlmək həddindən artıq çətindir. Hətta deyərdim ki, hal-hazırda oyunda master levelində heç kim yoxdur. Siz təxmini olaraq burada platinum levelinə, hətta daha çox vaxt ayırsanız diamond levelinə gələ bilərsiniz. Amma master levelin tələbləri həddindən artıq yuxarıdır. Amma diamond levelində də normal aya 700-800, platinum levelində isə təxmini 300-400 miqdarında qazana bilirsiniz. Yaxşı, bəs burada levelimizi necə qaldıra bilərik? Yuxarı hissəyə gəlirəm. Gördüyünüz kimi burada bir bar mövcuddur. Hər biz levelimiz artırdıqda bu bar artır. Məsələn, hal-hazırda silver levelindəyəm və golda keçmək üçün 38%lik hissəni tamamlamışam. Yəni, ümumilikdə 19.000 Tron məbləğində oyun oynamışam və 50.000 Tron məbləğində oyun oynadığım zaman avtomatik olaraq mən digər levelə, yəni gold levelə keçiş eləyəcəm. Gold levelində isə gördüyünüz kimi hal-hazırda qazandığımı təxmini 4 qat daha çox qazanacam. Bir müddət olar ki, mən artıq silver levelindəyəm. Artıq bu ay maksimum burada vaxt ayırıb digər levelə keçməyə çalışacağam. Çünki hal-hazırda saytdan pasiv olaraq 150-300 manat arası bir qazanc əldə eləyirəm və bu qazancı artırmaq üçün artıq növbəti levelə keçməliyəm. Birazdan birlikdə ödəmə sübutlarını və pul çıxarışını göstərəcəm sizə zaten. Yaxşı, bəs oyunu necə oynaya bilərik? Hal-hazırda gördüyünüz kimi 19.086 Tronum var. Buradan sol menyuda ikinci hissədə game hissəsində daxil oluram. Burada olan oyunları oynayarıq. Həmçinin siz telefonda da bu oyunları oynaya bilərsiniz. Oyunlar çox sadə oyunlardır. Amma sizə bir incə nöqtə demək istəyirəm. Buradakı oyunların çoxusu şans oyunlarıdır. Buradakı olan şans oyunlarını biz pul qazanmaq üçün oynamırıq. Yəni, məsələn, mən deyəlim burada 35 Tronu 100 Tron eləmək üçün oynamamalıyam. Necə oynamalıyam? Məsələn, 1 Tron burada oynayıram. Zarı çevir edirəm. Gördüyünüz kimi yaşlı yerə gəldi. Yəni, hal-hazırda qazandım. Nə qədər? 1.01 qatını. Balansıma əlavə olundu. Mən əsas burada gördüyünüz 19.086 mis olacaq, 19.087.
Yəni ümumi məbləğə baxır buradakı bar. Biz isə buradakı barı maksimum artırıb risksiz qazancımızı artırmalıyıq. Burada level artırmalıyıq. Siz əgər gəlsəz burada məsələn 100 manat, 200 manatlıq oyun oynasaz, pulu uduzsanız bu qısa müddətli yanlış qalacaq. Amma siz levelinizi artırmaq fokuslanasaz, yuxarı levellərə gəlsəz artıq özünüzə daimi qazanc yaratmış olursunuz. Hal-hazırda mən məsələn levelimi artırmaq üçün biraz sizinlə birlikdə işləyəcəm. Burada bir neçə zarı çevirə basacağam, amma gördüyünüz kimi qırmızının üstünə də gələ bilər. Bu zaman pul itirirsiniz. Amma əgər siz heç bir yatırım etmirsinizsə belə, stone levelində başladığınız zaman bir 10 dəfə, 8 dəfə buranı kliklədikdən sonra, qazancı götürdükdən sonra həmin məbləğlə burada yavaş-yavaş oynayaraq heç bir yatırım etmədən növbəti levelləri keçə bilərsiniz. Daha sonra save-əni burada yeniləyəcəm. Barda nə qədər artmışıq ona baxaq. Gördüyünüz kimi 19.096 oldu. Təxmini olaraq 8-9 tronluq burada miqdar artdı. Nəticədə isə 50.000 tron olduğu zaman mən növbəti levelə keçəcəm. Digər oyunlardan da sizə göstərmək istəyirəm. Burada olan ruletin üzərində klik edirəm. Bildiyiniz kimi rulet şans oyunudur, amma biz şans kimi oynamırıq. Məsələn, necə yəni? Burada mən 1 tronu, yəni 1 milyon yazılıb 1 tron deməkdir. Həm qırmızının üstünə, həm də qaranın üstünə qoyuram. Bu o deməkdir ki, burada rulet çevirən zaman qırmızının üzərinə də gəlsə qazanacam, qaranın üstünə də gəlsə qazanacam. Amma heç bir qazanc olmayacaq. Dediyimi göstərmək istəyirəm sizə. Çevrildi, gördünüz 1x oldu. Yəni mən 2 tronla oynadım, yenə də 2 tron qazandım. Heç bir fərq olmadı. Uduzmağım üçün sadəcə 0-ın üstünə gəlməkdir, 2 tronu tam itirməyim üçün. Amma biz burada bir neçə dəfə oynasaq, məsələn, otomatik üstünə klik edib bir neçə auto klik eləmək istəyirəm. Otomatik dayandıracam. 8 dəfə oynadım və ümumilikdə 8 vur 2, 16 tronluq məbləğ oynadım. Yeniləyək, gördüyünüz kimi 19.112 oldu. Yəqin ki, az-çox məntiq sizə aydın oldu. Amma gəlib mən burada şans məqsədli oynasam, məsələn, təmizləyirəm buranı hal-hazırda. Məsələn, deyirəm ki, 2 tron qoyuram, qaraların üzərinə gələcək. Çevirirəm. Gördüyünüz kimi yaşın üzərinə gəldi. Mənim hal-hazırda 2 tronum getdi. Qazana da bilərdim 2 tron. Amma mən bunun riskinə girmək istəmirəm bu oyunda. Məsələn, hal-hazırda qaranın üzərinə gəldi deyə qazandım. Mənim hal-hazırda etdiyim strategiya odur ki, burada levelimi qaldırım. Burada yuxarı levelə, platinum levelinə gəlib, buradan aylıq davamlı mütəmadi qazanc əldə etməkdir. Siz özünüzə uyğun strategiya qura bilərsiniz. Yaxşı, bəs pulu necə çıxarda bilərik və ya başqa necə qazana bilərik? Əsas səhifəyə gəlirəm. Əsas səhifədə aşağı hissəyə gəlirəm. Time Wall üzərinə klik etdiyimdə, burada siz avtomatik olaraq Time Wall-a daxil olmuş olursunuz və burada sizə tapşırıqlar verir. Bu tapşırıqları elədiyiniz zaman buradan pul qazanırsınız. Yəni, strategiyanızı belə təyin edə bilərsiniz. Əvvəlcə burada oyunlardan, xırda tapşırıqlardan bir miqdar pul qazanmaq, o ola bilər 3-5 manat, aydın məsələdir ki, əvvəldə siz bu saytdan birinci aydan 200, 300, 500 manat qazana bilmərsiniz. İstər-istəməz biraz müddət ayırmalısınız. Burada məsələn 4 dollar, 5 dollar, 10 dollar, 20 dollar qazanırsınız. Ola bilər 3 gün ərzində, ola bilər 5 gün ərzində. Daha sonra qazandığınız məbləği oyunlar hissəsində düzgün dəyərləndirib maksimum levelinizi artırmağa çalışırsınız və artıq gold levelində falan olduğunuzda aylıq müəyyən bir qazanc əldə edirsiniz. Həm oyunlardan qazanc, həm burada level sistemini qazanırsınız, həm də burada tapşırıqları yerinə yetirib qazanc qazanırsınız. Burada gördüyünüz kimi sadə anketlər də mövcuddur. Və aşağıda sadə tapşırıqlar, məsələn, Time Wall Facebook səhifəsini bəyənə bilərsiniz. View Wall-a klik eləyək. Aşağı gəlirəm. Məsələn, burada deyir ki, qeydiyyatdan keçməlisiniz və ya burada Time Wall-un Instagram səhifəsini izləməlisiniz və ya başqa tapşırıqlar, oyunlar hissəsinə gələk, game hissəsinə. Yuxarı hissədə Android, iOS, Desktop hansındasınızsa o üzərinə klik edirsiniz. Məsələn, Android telefondasınızsa, burada Candy Match onun üzərinə klik edirəm. Nə deyir burada bizə? Oyunu yükləməliyik, 0 point verir. 100 diamond yığdığımız zaman 560 point, 15.000 diamond yığdığımız zaman isə 224.000 point qazanırıq. Yəni, buradan bunları oynayaraq qazana bilirsiniz. Android telefonda isə təbii ki, burada yükləmə düyməsi olacaq. Siz daxil olub görəcəksiniz. Hal-hazırda desktopda gördüyüm qədərilə heç bir oyun yoxdur. iOS-da da yəqin ki var. Gördüyünüz kimi iOS hissəsində də kifayət qədər oyunlar var. Burada oynaya bilərsiniz. İndi isə pul çıxarış hissəsini sizə göstərmək istəyirəm. Sol menyuda gördüyünüz kimi Withdraw hissəsi üzərində klik edirəm. Və tron olaraq bunu çıxardıram. Minimum 15 tron balansında olmalıdır. Burada gördüyünüz tron adresini öz tron cüzdanınızı yazırsınız. Çəkim miqdarında nə qədər tron çəkmək istəyirsiniz.
Buradan aşağıya gəlirəm. Hətta gördüyünüz kimi bir ay ərzində mən burada nə qədər pul çıxartmışam. Tronla və dollar miqdarı ilə görürsüz. 14 dollar, 62 dollar, 15 dollar, 11 dollar. Bunlar topladığımızda təxmini 104 dollar pul eləyir. Onu da manat olaraq çevirdiyimizdə 177 manat bu saytda pul çəkmişəm bu ay ərzində. Hətta indi 17 manat çəkəcəm. Təxmini olaraq 194 manat. Sol yuxarı hissəsinin üzərində klik eləyirəm. Gördüyünüz kimi ümumilikdə 5 dəfə mən bu sayta yatırım etmişəm. Bu gördüyünüz 5 ay əvvəl olandı. Bunu da əvvəlki videolarımızın birində necə yatırım etmək olar göstərmək üçün etmişdim. İstəyirsinizsə i butonuna onu da yerləşdirəcəm, onu da izləyə bilərsiniz. Və bundan aşağıda etdiklərim isə 1 il, 2 il, 3 il əvvəl olan yatırımlardır. Bu etdiyim yatırımlarla hesabımı inkişaf etdirmişdim. Sadəcə məsələn 200 manat bu ay qazandımsa, 100 manat ilə çalışıram saytda irəliləyim. Daha sonra o 100 manatımı çəkirəm. Bu formada həm inkişaf edib, həm pulumu çəkirəm. Withdraw hissəsinə yenidən daxil oluram. Buradan aşağı hissəyə gəlib, burada Tron cüzdanını kopyalayacağam və bura yapışdıracağam və maksimum çəkim, yəni 33.89 çəkmək istəyirəm. Hətta istəyirsiniz 33 Tron çəkək, görək ki, nə qədər komissiya tutur. Buradan çək üzərində klik eləyirəm və balansımız 0.89 Tron qaldı artıq. Səhifəmiz yeniləndi. Aşağı hissəyə gəlsək, gördüyünüz kimi 33 Tronluq bekliyor, hal-hazırda gözləyirik. Hal-hazırda saat 15:11-dir. Təxmini 4-5 dəqiqə ərzində böyük ehtimal balansımız oturacaq. Hal-hazırda mən Binance hesabıma daxil olum. Orada sizə ödəniş gəldikdə əməliyyatı göstərəcəm. Hal-hazırda saat 15:19-dur. Təxmini 7-8 dəqiqə ərzində ödənişim artıq Binance-ım oturdu. Hətta istəyirsinizsə əməliyyatın üzərində klik eləyə bilərəm. Buradan real bir şəkildə görə bilərsiniz. 0.2 tronluq bir kəsim olub. Hətta burada səhifəni yeniləyək. Baxaq, burada nə yazır? Burada isə artıq 9 dəqiqədir tamamlandığı göstərir. 9 dollar 46 sent balansım oturdu. Amma aydın məsələdir ki, bu təzə saytlardan ayda 4000, 5000, 3000, 2000 manat qazanmaq qeyri-mümkündür. Əgər tələbəsinizsə və ya qazancınız azdırsa, müəyyən bir müddət üçün əlavə bir gəlir kimi istifadə etmək olar. Hansı ki, ay ərzində müəyyən xərclərinizi ödəsin. Amma əgər siz internetdən yuxarı məbləğlər qazanmaq istəyirsinizsə, onda artıq köklü sahələrlə məşğul olmalısınız. Məsələn, YouTube-dan pul qazanmaq ola bilər və ya satış etmək ola bilər onlayn. Həmçinin kanalımızda həm cib xərcliyi qazana biləcəyiniz saytları göstəririk. Həmçinin də əlavə olaraq konkret bir sahə ilə məşğul olub, məsələn, sayt açıb pul qazanmaq və ya YouTube kanalı açıb pul qazanmaq kimi sahələri sizə öyrətməyə çalışırıq. Ona görə əgər gün ərzində 2-3 saat vaxtınız olursa, kanalımıza abunə olub, atdığımız yeni videoları izləyə bilərsiniz. Çünki biz bütün videolarda ödəmə sübutunu göstəririk. Yəni, başqa heç bir yalan məlumat qəti şəkildə ola bilməz. Nə qazanmışıqsa onu göstəririk. Hansı saytdan qazanmışıqsa onu göstəririk. Elə isə bugünkü videomuz bu qədər olsun. Sağ olun, salamat qalın.